Deməli, bu günləri qədim ümumi tarixdən sınaq 3-ün izahını verəcəyik. Sınaq 3 16 və 20-ci mövzu aralığındakı suallardan ibarətdir. Deməli, birinci sualda qeyd olunur ki, Slavyanların Bizans imperiyası yürüşünün nəticəsində Slavyanlar Bizans ərazisinə 6-cı əsrdə yürüş etmişdi və bu yürüş nəticəsində quldarlıq qaydalarının feodalizmlə əvəz olduğunu qeyd edirik. Növbəti sualda Xlodvingin fəaliyyəti üçün səciyyəvidir. Suason döyüşlərində yerli əhaliyə məğlub olması. Suason döyüşü 486-cı ildə baş vermişdir. Burada məğlub yox, qalib olduğunu qeyd edirik. Romada imperator elan edilməsi. Biz Xlodvingin ümumiyyətlə Romada imperator olduğunu qeyd etmirik. B variantı səhvdir. Avropada yeni dövlətin əsasının qoyulması, bəli, Frank dövlətinin əsasını qoymuşdur. C bəndi doğrudur. Avar xaqanlığının məğlub edilməsi Böyük Karla aiddir. D getdi. İspaniyada ərəblərə məxsus ərazilər ələ keçirməsi isə bu da Böyük Karla aiddir. Y variantda uyğun gəlməyəcək. Növbəti sualımız uyğunluğu müəyyən edin Frank dövlətinə aiddir. Xlodving və Böyük Karl. Xlodving yerli əhalinin dinini qəbul edilməsi, bəli, xristian dinini qəbul edilməsini demişik. A variantı doğrudur. Qanunlar toplusunun tərtib edilməsi, bəli, qanunlar toplusunun 6-cı əsrdə tərtib edib və 9-cu əsrə qədər də bu qanunlar öz qüvvəsini saxlamışdır. B variantı da doğrudur. Avar xaqanlığına qarşı mübarizə aparılması isə Böyük Karlın dövrünə aiddir. C bəndi səhvdir. Böyük Karlda isə Şimali İtaliyanın tutulması, bəli, Şimali İtaliyanın tutulub orada Germanları məğlub etdiyini qeyd etmişdik. A variantı doğru olacaq. Verden müqaviləsini Böyük Karl yox, onun nəvələri imzalamışdır. Ordu toplanmasında dəyişiklik edilməsi, bəli, ordu toplanmasında kəndlilərin oradan uzaqlaşdırılması məsələsini qeyd edirik. Ona görə C variantı da doğru olacaq. 1-ə AB, 2-ə AC. Ona görə cavabımız B variantı gələcək. Qaraqorum qurultayına əsasən Qaraqorum qurultayı 1235-ci ildə keçirilmişdir. Bu qurultaya əsasən cənub-şərqi Avropaya yürüş nəzərdə tutulurdur. Baxaq, Monqolların Avropaya yürüşlərinin başlanıldı. Bəli, elə biz bu qurultay nəticəsində Monqolların Avropa yürüşünü qeyd edirik. A variantı doğru olacaq. Növbəti sualımız 5-ci sual. Verilmiş xüsusiyyətlər əsasında hökmdarı müəyyən edərək onun fəaliyyətinə aid ardıcıllığı davam etdirin. Konya və Ankara şəhərlərini ələ keçirdi. Suriya Fələstinini Səlcuq dövlətinə birləşdirdi. Söhbət 1-ci Məlikşahdan gedirdir. İndi digər versiyada baxaq. Məlikşah uyğun olan cavabları tapmalıyıq. Malazgirt döyüşünün qələbə qazanmışdır. Alp Arslanı deyirik. A variantı getdi. Xilafət tərəfindən şərqin və qərbin hökmdarı 1-ci Toğrulu deyirik. B variantı getdi. Hərbi və ticari sahələrdə islahat keçirilməsi 1-ci Məlikşahı deyirik. C variantı doğru olacaq. Əsas məqsədi Anadoluya yiyələnmək, bu da Alp Arslanın dövründə demişdik. Paytaxtın Nişapurdan Reyə götürülməsi isə 1-ci Toğrulun dövrünə aiddir. Y variantı uyğun gəlməyəcəkdir. Cavabımız C variantı olacaqdır. Növbəti sualımız hadisə və nəticə əlaqəsini doğru verilmişdir. Deməli, Suason döyüşünün baş verməsi, Suason döyüşü 486-da baş veribdir və Qərbi Roma İmperiyası qoşunlarının Franklara məğlub olması, Qərbi Roma İmperiyası 476-cı ildə öz varlığını itirib. A variantı doğru olmayacaq. Slavyanların Bizans ərazisində məskunlaşması, Bizansda quldarlığın feodalizmlə əvəz olunması, bəli, birinci sualda da belə bir yanaşma var idi. C variantına gəldikdə Slavyan və Türk tayfalarının Bizans basqınları, Bizansın Misir, Fələstin və Suriyanın itirilməsi, Misirin, Fələstin, Suriyanın xəlifələr dönəmində bu ərazilərə hücum nəticəsində itilmişdir. C variantı uyğun gəlməyəcək. Justinianın hakimiyyətə gəlməsi, Bizansın ərazisinin 2 dəfə genişlənməsi, bəli, bu cümləni qeyd etmişdik Justinianın dövründə. Böyük Karlın işğalçı yürüşlərə başlaması, Qaliyanın işğalının başa çatdırılması, bu Böyük Karlın yox, Xlodvingin dövründə demişdik. Y variantı uyğun gəlməyəcək. B ilə D doğru olacaqdır. Cavabımız B variantı. Doğru fikri müəyyən edin. Dehli Sultanlığı iqta sahibləri adlanır. Cagirdar yox, zəmindar adlanırdır. A variantı doğru deyil. Xarəzmşahların Xarəzmşah Cəlaləddin öz ərazisində sığınacaq vermişdir Moğol dövlətinə. Xarəzmşah Cəlaləddin sığınacaq verən şəxs Əlaəddin Xələc olmuşdur, o isə Dehli hökmdarıdır. B variantı buna görə səhvdir. Gəldik C variantında
Böyük Moğol dövlətində Hind knyazlarının şəxsi torpaqları adlanırdır. Zəmindarlıq. Biz bu cümləni qeyd etmişik. Ona görə C variantı doğru olacaqdır. Cagir irsi verilməyə başlamışdı. Əkbər Şahın hakimiyyət dövründə xeyr, irsilikdən danışmırıq. Moğol dövlətinin yeni sülalənin əsasını qoymuşdur. Moğol dövlətində sultan Eltutmuşun əsası yoxdur. Biz orada qeyd edirik. Qütbəddin Aybək tərəfindən əsası qoyulubdur. Ona görə Y variantı da doğru olmayacaqdır. Növbəti sualımız Səlcuq dövlətinə aid uyğunluq pozulmuşdur. 11-ci əsrin 30-cu illərində siyasi mərkəzinin Nişapur olması, bəli, 1038-ci ildə Qaraxanların asılı vəziyyətə salınmasının bəli qeyd etmişdik. Alparslanın dövründə, Məlikşahın dövründə, Səncərin dövründə Alparslan hakimiyyəti illərində öz inkişaf zirvəsində Alparslanın yox da 1-ci Məlikşahın dövründə demişik. Ona görə C variantında pozulmuş olacaqdır. Yəni cavabımız ilə C variantı gələcək. Qəznələr dövləti ilə müharibələrin aparılması, bəli, məsələn Sultan Səncərin dövründə də Qəznəlilərlə müharibə var. Qarakitaylarla hücum yenə də Sultan Səncərin dövründə Qəznəvilərlə müharibə var. Ona görə C variantı doğru gələcəkdir. Növbəti sualımız Əlaəddin Xələc və Sultan Eltutmuş arasında ümumi cəhəti müəyyən edin. Hərbiçilərə qulluq müqabilində iqta torpaqları əvəzinə maaş verilməsi, maaş məsələsi biz Xələcin dövründə demişdik. Əlaəddin Xələc bir hər ikisi üçün oxşar deyil. Monqol hücumlarına qarşı uğurlu müdafiə təşkil etmişdir. Bəli, bu oxşar cəhətdir. Hindistanda geniş torpaqlar ələ keçirilməsi, bəli, bu da oxşar cəhət hesab olunurdur. Əlaəddin Xələcin dövründə Cənubi Hindistanın, Sultan Eltutmuşun dövründə isə Şimali Hindistanın tutulduğunu qeyd edirik. Xələclər sülaləsinə mənsub olmuşdur Əlaəddin Xələc. Ona görə oxşar deyirsə 2 və 3 doğru olacaq. Cavabımız Y variantı gələcək. Növbəti sualımız 1-ci Toğrul və Alparslan. 1-ci Toğrul Abbasilərin asılı hala salınması, bəli deyirik 1055. İslamın nuru titulunu qazanması isə Alp Arslan'a demişik. B variantı doğru deyil. Məv Qurultayının keçirilməsi, bəli doğrudur. A ilə C uyğun gələcək. Alp Arslan Bizansın məğlub edilməsi, biz Alp Arslanın dövründə 1071-də Malazgirt döyüşündə qeyd edirik. Dəndənəkan döyüşündə qələbə qazanması bu 1-ci Toğrulun dövrünə aiddir. B variantı səhvdir. Vahid ölçü səki 1-ci Məlikşahın dövrünə aiddir. Ona görə C variantı səhv olacaq. 1-ə oldu A ilə C, 2-ə oldu A. Cavabımız B variantı gələcəkdir. Böyük Monqol dövlətinin 14-cü əsrin tarixi ilə Qızıl Ordu 15-ci əsr tarixi arasında ümumi cəhət bu dövrlərdə biz hər iki dövlətin parçalanmasını qeyd edəcəyik və yaxud da zəifləməsini. Ona görə A variantı doğru gələcək. Zəifləməsi nəticəsində ərazisində müstəqil dövlətlərin meydana gəlməsi. Növbəti sualımız xronoloji ardıcılığı müəyyən edin. Bizə qeyd olunur ki, Kalka döyüşünün baş verməsi 1223, Böyük Monqol dövlətinin paytaxtının Çinə köçürülməsi 1271, Qızıl Ordu xanlıqlarının parçalanması 14-cü 80-ci illəri, Monqolların Çinin şimalını ələ keçirməsi isə biz 1211-1215 yürüşlərində demişdik. Xronoloji ardıcılığa gəldikdə birinci 4, sonra 1, 2, 3, 4, 1, 2, 3 Y variantı doğru olacaqdır. Növbəti sual 1-ci Məlikşah və Sultan Səncərin fəaliyyətinə aid ümumi xüsusiyyəti müəyyən edin. Qaraxanlı dövləti üzərində qalibiyyət əldə edilməsi bu hər ikisi üçün elə oxşar olacaq. Ticarətin inkişaf istiqamətində islahatlar həyata keçirməsi bu 1-ci Məlikşahın dövrünə aiddir. Hərbi islahatın keçirilməsi yenə də bu 1-ci Məlikşaha aiddir. İmperiyanın mərkəzi yeni şəhərə köçürülməsi yenə 1-ci Məlikşaha aiddir. Şərqi Anadolu uğrunda müharibələrin aparması bu da 1-ci Məlikşaha aiddir. B, C, D, Y variantı gedir. Cavabımız A variantı olacaqdır. Qızıl Ordu dövlətinin türkləşmə prosesi başa çatdı. Biz Özbək xanın İslam dininin qəbul etməsindən qeyd edirik.
Növbəti sualımız: Birinci Toğrulun Qərb və Şərqin hökmdarı elan edildiyi şəhəri müəyyən edin. 1055-ci ildə Bağdadın tutulmasından sonra, yəni 3 olan ərazi cavabımız C olacaqdır. Daha əvvəl baş vermişdir. Sultan Məsud tərəfindən bəzi Qəznəli ərazilərinin Səlcuqlara verilməsi 11-ci əsrin 30-cu illəri, 1-ci Toğrulun sultan titulunun verilməsi, Mərv qurultayı, Səlcuq dövlətinin paytaxtının Reyə köçürülməsi, Nişapurdan Reyə 1043, Abbasi xəlifəsinin əlində yalnız dini hakimiyyət 1055 Bağdadın tutulmasından sonra Bizans imperatorunun Alp Arslanlı döyüşçüləri tərəfindən əsir götürülməsi, Malazgirt döyüşündən söhbət gedir. Daha əvvəl isə A variantını götürəcəyik. Bizans imperiyasının 7 və 10-cu əsrlər tarixi dövrü üçün səciyyəvidir. Konstantinopol şəhərinin bir neçə dəfə ərəb ordusu tərəfindən mühasirəyə alınması bizə səciyyəvi deyildir. Bu 7-ci əsrlərdə qeyd edəcəyik. Afrikada və Asiyada ən varlı əyalətlərin çoxunun əlindən çıxması yenə də 7-ci əsr. Ölkə arasında feodalizm münasibətlərinin yaranmağa başlaması Slavyanların yürüşündən bizdə köklənəndə də 7 və 10-cu əsr aralığında. C variantı 6-cı əsrə düşür. Elə uyğun olmayan versiya C variantı olacaq. Qərbdə ələ keçirilən torpaqların əksəriyyətinin itirilməsi 7-ci əsr. Yuxarı Mesopotamiya, Suriyanın bəzi əyalətlərin yeni dövlətə tabe edilməsi isə 10-cu əsrdir. Ona görə cavabımız C variantı gələcəkdir. Dehli sultanlığı və Böyük Moğol dövləti arasında ümumi cəhətlər, ərazisinin bütün insan bu köhnə dərsliyə əsasını götürə bilərik. Dehli sultanlığında məsələn Əlaəddin Xələcin dövründə Cənubi Hindistan, Eltutmuşun dövründə Şimali Hindistan deyilir. Böyük Moğolun dövründə isə Əkbər şahının bütün Hindistan tutulmasını qeyd edirik. Dehli sultanlığının Məmlüklər sülaləsinin hakimiyyət dövrü, Məmlüklər sülaləsi 1206-dan 1290-a qədər hakimiyyətdə olub. Türk dilinin və İslam dininin yayılmasına xüsusilə diqqətin yetirilməsi bu dövr Qütbəddin Aybəkin dövründə qeyd etmişik. A variantı doğru olacaqdır. Daxili çəkişmələr və Hind əhalisinin qiyamları dövləti zəiflətməsi. Biz isə bu dövr 14-cü əsrin sonlarında Hindistanın cənubunda xırda müstəqil Hind dövlətləri meydana gəlməsi yenə 14-cü əsrin sonlarında. Dövlətin varlığına son qoyulmasını biz 1526 Panipat döyüşündən demişik. Elə cavabımız A variantı uyğun gələcəkdir. Növbəti sualımız: Səlcuq imperiyası Bizans arasında bağlanmış müqavilənin şərtləri. Söhbət 1071-ci ildə Malazgirt döyüşündən sonra bağlanmış müqavilədən söhbət gedir. Həmin bu müqaviləyə görə Bizans hər il xərac verməli idi dedik. Lazım gələndə hərbi yardım qeyd etmişik və Bizans Şərqi Anadolunu türk torpaqları kimi qəbul etməli idi. Bu 3 bəndin üçünü də bu sülh müqaviləsində qeyd edirik. Ona görə cavabımız 1, 3, 4 olacaqdır. Hadisə nəticə əlaqələrinin düzgün verilmişdir. Malazgirt döyüşü 1071, Səlcuqların Qars, Ani və Tiflis şəhərini ələ keçirməsi Malazgirddən öncə olmuşdur. A variantı uyğun gəlməyəcək. Dəndənəkan döyüşü, Səlcuqlar İran və İraq yollarının açılması. Bəli. Ərəb xilafətinin Səlcuqlara tabe edilməsi, 1-ci Toğrulun sultan titulu verilməsi. Sultan titulu verilib 1040, tabe edilmə 1055, tarix olaraq uyğun gəlmir. 1054-cü ildə Səlcuqların Cənub Qafqazı yürüşünün baş verməsi, Çağrı bəyin Bizans qüvvələrini məğlub etməsi. Biz Çağrı bəyin 1015 fəaliyyətindən danışmışıq, digər fəaliyyətini qeyd etmirik. Ona görə D variantı da, yəni bu hadisə 1-ci Toğrulun dövrünə aiddir. Növbəti versiyalara baxaq. Sultan 1-ci Toğrulun Bağdada ələ keçirilməsi, Abbasilərin Səlcuq dövlətinin tabe edilməsi. Bəli, E variantı da doğru olacaq 1055. Ona görə cavabımız B və E variantı olacaqdır. B, E olan variant da E-də göstərilir. Xlodvig öz hakimiyyətini möhkəmlətmək üçün yerli əhalinin dini olan xristian dinini qəbul etdiyini qeyd edirik. Böyük Moğol dövlətinin qızıl əsr üçün səciyyəvidir. Söhbət Əkbər şahın dövründən gedir. Qonşu dövlətlərlə diplomatik əlaqələrin saxlanması, Osmanlı, Səfəvi, Portuqaliya və s. kimi qonşu da dediyimiz Səfəvləri nəzərdə tuta bilərik. Hind və müsəlmanlar arasında hüquqi bərabərliyin təmin edilməsi,
Bəli, burada da qeyd etmişik. Vahid ölçü sisteminin yaradılması, bəli, bunu da qeyd etdik. Sonra Mərkəzi Asiya və Cənub Qafqazda hərbi səfərlərin təşkilini Cənub Qafqazda hərbi səfərini qeyd etmirik. Etnik dayaq yaratmaq məqsədilə bəzi türk tayfalarının xeyr, öz ölkə ərazisinə yerləşdirməsini qeyd etməmişik. Ona görə də 4-5 səhv olacaq. Cavabımız 1, 2 və 3 olacaqdır. 24-cü sualda qeyd olunur ki, Sultan 1-ci Toğrulun hakimiyyət dövrünə aiddir. Söhbət Sultan 1-ci Toğruldan gedir. Yəni 1040-dan sonraki dövrləri götürməliyik. 1040-dan sonra. Nişapur Səlcuq dövlətinin paytaxtı olması 1038-dir. Bir uyğun gəlməyəcək. Müsəlman dünyasının siyasi hakimiyyət türklərin əlinə keçməsi 1055 birinci Toğrula aiddir. Rəvadi Şəddadi dövləti və Tiflis Müsəlman Əmirliyi dövlətə tabe edilməsi 1054 uyğun gələcəkdir. Bizans hər il Səlcuqlara xərac verməyə məcburdur. Bu 1071-dir. Bu Alparslanın dövrünə aiddir. Qəznəli dövləti ilə müharibələrin başlanılması deyirsə, bu isə yenə sultan olmadan öncə olubdur. Ona görə cavabımız 2, 3 doğru olacaqdır. Növbəti sual, Qərbi Avropanın 9-11-ci əsrlər tarixinə aid uyğunluq pozulmuşdur. Müstəqil dövlətlərin meydana gəlməsi, bu dövrdə bəli, müstəqil dövlətlərin meydana gəlməsini qeyd edirik. Vikinqlərin hücumuna məruz qalması, bəli, 9-10-cu əsrlərdə. Fransa krallığının mərkəzləşmiş qaydada idarə olması, mərkəzləşmə idarə etmədən danışmırıq burada, ona görə 3 səhv olacaq. Birinci odda bütün İtaliyanı deyə bilmirik, ona görə 4 də səhv olacaq. Feodal nərdivanın mövcud olması, bəli, bu mövcud idi. 1, 2 doğrudur. Bizdən doğru olmayan istədiyinə görə 3-lə 4-ü seçəcəyik. Xronoloji ardıcılığı müəyyən edin. Özbək xan tərəfindən İslam dininin rəsmi din elan olunması 14-cü əsrin 1-ci yarısı qeyd edirik. Qulikova döyüşünün baş verilməsi 1380. Batı xanın Avropaya doğru yürüşlərini dayandırmaq məcbur olması, biz bunun 1240-da Böyük xanın ölməsi və yaxud 30-un sonlarında Qaraqorun qurultayının keçirilməsi 1235 demişik. Xronoloji ardıcılıq deyəndə biz ilk öncə 4, 3, 1, 2-ni qeyd edəcəyik. Uyğunluğu müəyyən edin. 27-ci suala baxaq. 1-ci Toğrul, Alparslan, Məlikşah. Anadolunun ələ keçirilməsi Alparslanın dövrünə aiddir. Bağdad xilafətinin aslı hala 1-ci Toğrula aiddir. Xasların 1-ci yürüşünə qarşı mübarizə, Xasların 1-ci yürüşü 96-cı ildə başlanmışdır. Bu yürüş, belə deyək, Məlikşahla Alparslanın dövrləri arasında düşür. Yəni, heç nə Məlikşaha, nə də Alparslana düşür. Ona görə C variantı uyğun götürməyəcəyik. İmperiyanın qərb sərhədləri Aralıq dənizinə qədər genişləndirilməsi Məlikşahın dövründə, karvan yolları təhlükəsini təmin etmək üçün tədbirlər görülməsi, bəli, Y variantı da Məlikşahın dövrünə uyğun gələcək. 1-ə oldu B, 2-ə oldu A, 3-ə oldu D, Y.